Phrasal verbs 7-ci hissə. Pay for cəzasını çəkmək, əvəzini ödəmək mənası verir. Be punished, suffer, yəni əziyyət çəkmək. Bir də ödəmək, yəni pul ilə ödəmək, pul vermək. Pay back, geri ödəmək. Məsələn, pulu və yaxud da borcunu geri ödəmək məcazi mənada. Repay olacaq onun sinonimi. Bir də ikinci mənası intiqam almaq. Take revenge sinonim. Pick up, qaldırmaq, nəyisə yerdən qaldırmaq. Lift, bir yerdən nəyisə almaq, toplamaq mənası var. Collect, qazə, həm də bunun sinonim ola bilir. Bir də öyrənmək, yəni learn. Pile up, yığılmaq, belə topalanıb qalmaq, nəyisə bir yerə toplamaq, yığmaq, artırmaq, artmaq. Form a pile, accumulate sinonimləri. Point out, işarət etmək, yəni nəyisə göstərmək, işarət etmək. Demək, yenə ifadə etmək, göstərmək mənası var. Tell, indicate sinonimləri. Bir də diqqət çəkmək mənası var. Draw attention to something, nəyəsə diqqəti yönəltmək. Pull down, nəyisə dağıtmaq, yıxmaq. Destroy sinonimi. Burada cümlədə var some old slums. Slum xarabalıq deməkdir. In Istanbul have now been pulled down, yəni oradakı xarabalıqlar artıq dağıdılıbdır, yıxılıbdır, belə deyək. Pull through, nəyisə öhdəsindən gəlmək, üstündən keçmək, ondan canını qurtarmaq, yəni yaxşılaşmaq mənası. Yəni nədənsə sağalırsan, xəstəlikdən filan. Become well again, yəni yenidən yaxşı olmaq. Pull out, yola çıxmaqdır, yəni harasa getmək. Move on to a road, yəni yola düşmək. Bir də nəyisə kənarlaşdırmaq, xaric etmək, yəni remove, draw. Put aside, nəyisə toplamaqdır, yenə kənara qoymaqdır. Yəni yığıb kənara qoyursan. Save, qorunmaq. Reserve, yenə qorumaq kimi və sinonimlər var. Yenə put aside-ın ikinci mənası görməzdən gəlmək, yəni göz yummaq nəyəsə, heç fikir verməmək. Ignore, abandon temporarily, yəni mütəmadi olaraq nəyisə tərk etmək, heç fikir verməmək, etinasız yanaşmaq, o da yenə put aside-dir. Put down, nəyisə qeyd etmək, yazmaq, yəni write sinonimi. Sonra put down olur müzakirə etmək və yaxud da nəyisə tənqid etmək, o da criticize. Bir də nəyisə yerə qoymaq, əlində nəsə var, yerə qoyursan, olur put down. Stop holding, yəni nəyisə saxlamağı dayandırmaq. Put across, nəyisə çatdırmaq, başa salmaq, ifadə etmək, anlatmaq. Express an opinion, yəni fikrini ifadə etmək. Put forward, nəyisə məsləhət bilmək, irəli sürmək. Suggest a plan, məsələn, plan təklif etmək, irəli sürmək. State an idea, fikir irəli sürmək, fikir bildirmək. Suggest, state, bunlar put forward-dan sinonimdir. Pull out, nəyisə söndürmək, yəni ocaq, atəş, və yaxud da işığı söndürmək. Stop burning, yəni nəyisə yanmasını dayandırmaq. Extinguish, bu da söndürməkdir, sinonimi. Sonra var ikinci mənası istehsal etmək. O da produce-la sinonim. Üçüncü mənası isə yayımlamaq. Yəni veriliş yayımlayırsan və yaxud da kitab yayımlayırsan, yəni çapdan çıxardırsan, bu da publish-la sinonim olur. Put through, telefonu bağlamaq, yəni söndürmək. Connect by telefon. Daha doğrusu burada yəni telefon ilə əlaqə saxlamaqdır. Üzrlü sayın. Sonra put through, kiməsə əziyyət vermək, kiməsə sıxıntı vermək. Make someone suffer, kimisə əziyyət vermək. Put through yenə. Put on isə geyinmək, nəyisə taxmaq mənası var. Wear something, nəyisə geyinirsən.
bir kökəlmək mənası var, kilo almaq, gain weight. Bir də yəni hər hansı bir alətin düyməsinə basaraq onu yandırmaqdır. Bunu da belə deyib put ondan. Make something start working. Nəysə işləməyə başlatmaq. O da olur yenə put on. Phrasal verbs 8-ci unit. Put up with. Nəyəsə dözmək. Tolerate sinonimi və yaxud da izahı, definitionu. Run down maşınla yaralanmaq və yaxud da kimisə maşınla öldürmək. Injure or kill with a car. İkinci mənası demək yorulmaq, yəni tükənmək, bitmək o mənada. Lose power, gücünü itirmək. Run after nəyinsə və ya da kiminsə dalınca qaçmaq, onu qovlamaq. Chase sinonimi. İkinci mənası nəyisə əldə etməyə çalışmaq. Try to obtain sinonimi. Run away qaçmaq, ümumiyyətlə firar etmək. Məsələn, türmədən qaçmaq filan bu baxımdan, əsirlikdən qaçmaq. Escape, flee bu da sinonimi. İkinci mənası hansısa bir vəziyyətlə üzləşməkdən qaçmaq, yəni boyun qaçırmaq. Bu da olur avoid. Run across nə iləsə rastlaşmaq, qarşılaşmaq, nə isə tapmaq. Find by chance, yəni təsadüfən nə isə tapırsan. Meet unexpectedly, gözlənilmədən görüşmək, qarşılaşmaq. Run into yenə nəyəsə rast gəlmək, qarşılaşmaq. Meet unexpectedly, encounter. Yenə eyni, gözlənilmədən rastlaşmaq. Run across ilə deməli run into sinonim oldu. Run out of, run into ikinci mənası var. Yəni bilmədən qəza ilə kiməsə toqquşmaq. Bu maşınlar məsələn bir-birinə toqquşması filan. Hit by accident, yəni qəza ilə bir-birinə dəymək. Crash into, yenə bir-birinə toqquşmaq. Run out of nəysə bitirmək. Yəni nəysə sayını bitirmək, miqdarı bitməsi. Use istifadə etmək. Have none left, artıq heç nə qalmamaq. Finish bitirmək, qurtarmaq mənasında run out of işlənir. Run over. Nəysə maşınla əzmək. Drive over, yəni maşının üstündən əzib keçmək. İkinci mənası isə məşq etmək, təkrarlamaq deməkdir. Yəni practice da onun sinonimi. Sell out. Yəni hamısını, nəysə hamısını satırsan. Artıq əldə yoxdur, hamısını tutalım, məsələn deyək ki, bankrot olub bir ailə, bütün mebelləri, əşyalar satıb. Baxın, bu mənada işlənilir. Sell all of the supply, yəni bütün avadanlığı, təchizatı satmaq. Set up, qurmaq, nəysə təşkil etmək, establish, organize ilə sinonimdir. İkinci mənası nəysə quraşdırmaq, yəni vaxtını təyin eləmək və istifadəyə hazır hala gətirmək. Sinonimi arrange, qaydasına salmaq. Make ready for use, yəni istifadə üçün yararlı etmək. Üçüncü mənası isə inşa etmək, yəni tikmək, qurmaq mənası var. Erect, put up ilə sinonimdir. Set out, yola çıxmaq, yəni yola düşmək. Begin a journey, yəni səyahətə getmək, yola düşmək. İkinci mənası, hər hansı bir məqsəd uğruna çalışmağa, işləməyə başlamaq. Start doing something to achieve a aim, yəni məqsədə nail olmaq üçün işləməyə başlamaq, fəaliyyətə başlamaq. Show off, belə deyək də, kiməsə acıq vermək, yekələnmək bu mənada işlənir, yəni hava atmaq. Bilərsiniz türklərdən. Try to attract attention. Deməli, diqqəti cəlb etmək üçün nəsə özünü göstərmək bu mənada. Show up isə gəlmək, yəni çıxıb gəlmək, görünmək mənası, peyda olmaq da var. Come, appear sinonimləri. Shut up,
susmaq, yəni danışmağı dayandırmaq, susturmaq mənası da var. Səsini kəsmək. Stop talking, make someone stop talking. Kimisə səsini kəsmək, yəni məcbur etmək ki, dayansın, danışmasın. Shut up, yəni kəs, yəni səsini kəs, danışma bu mənada. Və sign in isə qeydiyyatdan keçmək də var. Harasa üzv olmaq kimi, abunə olmaq kimi, giriş etmək. Bu daha çox işlənir. Online məsələn giriş və ya da qeydiyyatdan keçmək. Register və login də onun sinonimləridir.